Gününüz xeyirli olsun uşaqlar. 8-ci sinif şagirdləri üçün istilik prosesində enerjinin saxlanması qanununun tapşırıqlarının izahına baxmış olacağıq. Amma hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Öyrəndiklərinizi tətbiq edin hissəsində məsələ 1 nümunə izahı sizin kitabınızda var. Ona görə ikinci məsələdən başlayaq. Çünki vaxtımız da getməsin burada. Deyir ki, lalə düşbərə bişirmək üçün kütləsi 1,5 kiloqram və temperaturu 20 selsi olan şüşə qazana 1,4 kiloqram qaynar su tökür. İstilik tarazlığı yaranandan sonra suyun və şüşə qazanın temperaturu 86 selsi oldu. Ətraf mühitlə istilik mübadiləsi nəzərə alınmır. Şüşə qazanın xüsusi istilik tutumunu hesablamaq lazımdır. Gəlin hesablayaq. Əvvəlcə verilənləri yazaq uşaqlar. Kütləsi 1,5 kiloqram və temperaturu 20 selsi olan şüşə qazan. Ona görə yazıram. Qarışdırılmamaq üçün şüşə qazan yazıram. Bərabərdir 1,5 kiloqram. Və temperaturu da 20 selsidir. Yenə də şüşə qazanın temperaturu 20 selsidir. Həmin bu şüşə qazana 1,4 kiloqram qaynar su tökürəm. Deməli, kütləsi qaynar su yazıram bir dəfəlik, bərabərdir 1,4 kiloqram. Və qaynar su olduğu üçün də temperaturu su, baxın, qaynar su, yəni qaynayan su mənasında götürülür. Və su 100 dərəcədə qaynadığı üçün burada T-ni 100 selsi götürülür. İstilik tarazlığı yaranandan sonra suyun və şüşə qazanın temperaturu 86 selsi oldu. Yəni teta bərabərdir 86 dərəcə. Ətraf mühitlə istilik mübadiləsi nəzərə alınmır və şüşə qazanın xüsusi istilik tutumunu hesablamağı istəyir. Bilirik ki, C su üçün bərabərdir 4200. Bu sizin cədvəlinizdə var kitabda. İndi C şüşə qazanı tapma yolunu bizdən soruşur. Deməli uşaqlar, burada bu tənliyi yazaraq ki, C su vurulsun M su istilik prosesində istilik miqdarının qorunmasına əsasən C su vurulsun, M su vurulsun, T su minus teta bərabər olacaq C şüşə qazan vurulsun, M şüşə qazan vurulsun, teta çıxılsın, T şüşə qazan. Deməli uşaqlar, bizdən neyi soruşurdu burada? C şüşə qazanın xüsusi istilik tutumunu hesablamağa soruşurdu. Ona görə C şüşə qazanı buradan tapsaq, yazaraq ki, C şüşə qazan bərabərdir. Sol tərəfdəki bölünsün sağ tərəfdəki. C su vurulsun M su vurulsun T su çıxılsın teta. Və yerdə qalan M şüşə qazan vurulsun teta çıxılsın T şüşə qazana. Vəssalam. Gətirib yerinə qoysaq uşaqlar. C su nə qədər idi? 4200. 4200 vurulsun. M suyumuz 1,4 vurulsun. T su 100. Çıxılsın. Tetanın da yerinə 86 deyəlim. M şüşə qazan 1,5. Vurulsun. Tetamız 86'dır. Çıxılsın. T şüşə qazanda 20'dir. Tənliyi həll edərik uşaqlar. Bərabərdir. Yazaq. Deməli 4200 vurulsun 1,4 vurulsun. 100'dən 86 çıxdıqda 14. Bölünsün 1,5 vurulsun 86'dan da 20 çıxdığımız zaman 66. Bərabərdir. Bunu hesablasaq edəcək. Bir dəqiqə hesablayaq. (831,5). Demək ki, C şüşə qazanın xüsusi istilik tutumu 831,5-ə bərabər olur. Vahidini yazsaq, joule bölsün, kiloqram vursun, Kelvin. İndi burada Celsius ilə götürdüyünə görə
Bunun yerinə Celsdə yaza bilərsiniz. Deməli, məsələ 2-ni etdik. Keçək indi növbəti öyrəndiklərinizi yoxlayın hissəsinə. Fərqli temperaturlu iki cismin toxunması prosesində onlar arasında niyə istilik tarazlığı yaranır? Bilirik ki, temperaturları müxtəlif olan iki cisim bir-birinə toxunduqda həmin onlar arasında istilik vermə prosesi baş verir. İsti cisim soyuyaraq daxili enerjisinin bir hissəsini soyuq cismə verir. Soyuq cisim isə bu enerjini alaraq bir qədər qızmış olur. Yəni daxili enerjisini artırır. İkinci suala baxaq. Təcrid olunmuş sistemdəki cisimlər arasında enerjinin saxlanması qanununun fiziki mahiyyəti nədən ibarətdir? Təcrid olunmuş sistem dedikdə, yəni xarici mühitlə enerji və maddə mübadiləsi etməyən sistem nəzərdə tutulur. Belə sistemlərdə enerjinin saxlanması qanunu göstərir ki, bütün daxili proseslər zamanı sistemin tam enerjisi sabit qalır, yəni qorunur. Yalnız onun müxtəlif növləri arasında çevrilmə baş verir. Üçüncü suala baxaq. Üçüncü sualda deyir ki, uşaqlar, bir qədər yer açaq özümüzə ya da belə yazaq, yuxarı hissədən açaq yerimizi. Kütləsi 40 kiloqram qaynar suya. Nə yazacaq uşaqlar? Əvvəlcə verilənləri yazaq. Kütləsi 40 kiloqram. M bərabərdir 40 kiloqram. Baxın uşaqlar, burada qaynar su dediyinə görə temperaturu nə götürəcəm? Bəli, T su bərabərdir 100 Selsi. 5 Selsi temperaturlu nə qədər su əlavə etsəm? Buna da yazaq. M su 1 yazaq o zaman. Bu da M su 1 olsun. 5 Selsi temperaturlu su əlavə etsəm. T su 2 bərabərdir 5 Selsi. Nə qədər su dediyinə görə? M su 2 bərabərdir sual işarəsinə. İstilik tarazlığında qarşığın qərarlaşmış temperaturu, yəni teta bərabərdir 64 olsun. 64 Selsi olsun. Yəni biz isti suyun üzərinə kütləsi 40 kiloqram olan 1 Selsi temperaturlu nə qədər su əlavə edərəm ki, qərarlaşmış son temperaturum 64 Selsi olmuş olsun. Fikir verin, hər ikisi sudur. Yəni bizim C-lərimiz sabitdir və 4200-ə bərabərdir. Yəni C-lərimiz dəyişmir. Odur ki, bizim sistem tənliyimiz necə olacaq? Fikir verin. C su vurulsun M su vurulsun T su 1 çıxılsın teta bərabərdir. C su vurulsun M su 2 burada 1 yazmamışıq. Vurulsun teta çıxılsın T su 2. Fikir verin uşaqlar indi burada. Burada bizim suların xüsusi istilik tutumları eynidir. Eynidirsə, bunları mən ixtisar edə bilərəm. Gəlin ixtisar edək və davam edək. C sular ixtisar oldu. Yerdə nə qaldı? M su 1 vurulsun T su 1 çıxsın teta və yerdə qalanlar. Mənə indi deyirdi ki, burada M su 2-ni tap. M su 2-ni tapdığımız zaman bərabərdir. M su 1 T su 1 çıxsın teta bölünsün teta çıxsın T su 2-yə. Davam edək yenə də. M su 2 bərabərdir. M su 1 nə qədər idi? 40. Vurulsun T su 1'imiz 100. Çıxılsın teta da 64. Burada da teta 64'dür. Çıxılsın T su 2 nə qədərdir? 5. 40 vurulsun. 100'dən 64'ü çıxsaq 36. Bu da edəcək 59. Bunu da hesablayaq. Alınacaq 24,4 kiloqram. Demək ki, M su 2, yəni ikinci 5 Selsi temperaturlu suyun kütləsi 24,4 kiloqrama bərabər imiş. Keçək indi növbəti dördüncü və sonuncu suala.
Dördüncü sualda deyir ki, uşaqlar, kütləsi 140 qram, temperaturu 20 Selsi olan saxsı fincana, yəni M fincan bərabərdir 140 qram. Bunu da çevirsək 140 vurulsun 10 üstü mənfi 3 kiloqram edəcək. Temperaturu da 20 Selsidir. T fincanın temperaturu 20 Selsiyə bərabərdir. 234 qram qaynar su tökdülər. Yazaq. M su bərabərdir 234 qram, o da bərabərdir 234 vurulsun 10 üstü mənfi 3 kiloqram. Yenə də qaynar sudan söhbət gedir. Demək ki, T su bərabərdir 100 Selsi. İstilik tarazlığı yaranandan sonra fincan və suyun qərarlaşmış temperaturu 92 oldu. Yəni tetamız bərabərdir 92 Selsi. Saxsının xüsusi istilik tutumu C fincanın xüsusi istilik tutumu nə qədərdir? Bilirik ki, suyun istilik tutumu C su bərabərdir 4200'dür. Bu cədvəl var sizin kitabınızda. Yenə də həmin düsturumuzdan istifadə edərək yazsaq, C su vurulsun M su, T su çıxılsın teta bərabər olacaq. C fincan vurulsun M fincan vurulsun teta çıxılsın T fincan. Yazaq uşaqlar, indi buradan biz neyi tapmalıyıq? C fincanı. C fincanı buradan çıxartsaq, C fincan bərabərdir. Sol tərəfdəki bölünsün sağ tərəfdəkinə. C su vurulsun M su vurulsun T su çıxılsın teta. Bölünsün M fincan vurulsun teta çıxılsın T fincan. C fincan bərabərdir. C suyumuz nə qədər idi? 4200. Vurulsun M suyumuz 234. Bu 234. Vurulsun 10 üstü mənfi 3. Vurulsun T suyumuz 100 idi. Çıxılsın tetamız da 92'dir. Yerdə qalır M fincan. M fincan da 140'dır. Vurulsun 10 üstü mənfi 3. Vurulsun tetamız 92. Çıxılsın T fincanımız nə qədərdir? 20. Davam edək. Bərabərdir. İxtisarımızı aparaq. Deməli, 10 üstü 3'lər ixtisar getdi. Buradakı sıfırlar digərdə ixtisar getdi. Yerdə qalacaq 420. Vurulsun 234. Vurulsun. Ondan 92 çıxdıqda 8. Bölünsün 14. Vurulsun 60. 72. 72. Davam edək uşaqlar. Bu da bərabərdir. Hesablamamızı aparsaq edəcək 780. Demək ki, C fincanın xüsusi istilik tutumu 780 Joule bölünsün kiloqram vursun Selsiyə bərabər imiş. Belə uşaqlar, bu şəkildə sizinlə bütün tapşırıqların izahını vermiş olduq. Yenə də hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir.